Salam əziz və hörmətli dostlar, ikinci bölümdə xoş gördük. Güney Azərbaycan Milli Fəallar üçün jurnalizm dərslərini başlayıram. 26-cı bölüm xəbər yazaq qisməti. İcazə buyurun, mən durum yavaş-yavaş ayaq üstə və başlayaq bugünkü dərsə. Bu günləri 3 xəbər indi seçdim, doğrusunu desək. Biri çox qısa xəbərdir, gözəldir. Bu bəhs əslən gözəl olar. Əgər mən eləyə biləm bu bəhsi yerinə salaq da. Bu linki mən qoyuram. Hangi saytıdandır bu? Qaflan adında bir web saytıdan götürmüşəm. Bu xəbər neçə gün bundan qabağın xəbəridir. Bayram münasibətinə belə bir xəbər yayıldı. Bunu mən biraz yekəldim icazənizlə ki, özüm uzaqdan görüm. Mən biraz gözlərimin zəif olması. Xəbər bu ibarətdir bir cümlədən. Diqqət, bir dənə əksidir. Bir dənə göy yamyaşıl yerdə, baharın içində bir dağ, bir düzlük, hər yer yamyaşıl, gözəl evlər, üstü qırmızı, elə bir ki, gözlər baxır, evlərin pəncərələri gözlərə bənzir. İki ağacın arasında durmusunuz, baxırsınız, bir qatar gəlir və bir dalısında dağlar, mənzərələr, o düzlük. Əkinəcəkdir hər halda. Ərz edim xidmətinizə, bu dənə əksidir, əksin altında bir cümlə var. Az emruz diqqət buyurun, az emruz nə tür yazıb ki 96 şey vurubdur, müməyyiz vurubdur 12-20 به مدت یک ماه اگر اشتباه eləməsəm yazıb یک ماه yox, ədədlə yazıbdır. به مدت یک ماه قطار تبریز جلفا رایگان است. قطار تبریز جلفا رایگان است. İrsal کننده ناصر غلامی falan. O irsal کنندəni hələ yazmayaq. Xəbərin özünü yazaq. İrsal کنندəni də deyərəm. Elə qoy yazım da. Bunu yazır. İrsal کننده ناصر غلامی Hücqan. Xəbər bundan ibarətdir. Amma görün nə gözəl xəbərdir. Bunu yazan mənim heç olmasa intizarım vardı ki, Qaflan bunu çevirə türkçədən yazar. Sonra Qaflan özü türkçü web saytıdır. Heç olmasa bu bir cümləni türkçü çevirə yazar. Mütəəssifانه görürsünüz yazmırdı. Amma az emruz 20-12-96 به مدت bir ay یک ماه قطار تبریز جلفا رایگان است. نقطه yox, irsal کننده 2 dənə nöqtə yox, Nasir Qulami Hocqan. Az emruz tarixi qoyub, amma parantez arasında salmayıbdır. Kaş bunu parantez arasında salaydı. İkinci bu ki, emruzla bu tarixin arasında, emruzla tarixin arasında fasilə yoxdur. Yapışıb bir-birinə. Gərək fasilə ola, parantez açıla, parantez bağlana. İranın dedik, tarixi qələtdir. Çünki riyaziyyatla, riyaziyyat bəllidir ki, ərəblərə və riyaziyyatı yazmaq, hesab kitabı yazmaq. Farsıda görürsünüz, sağdan sola yazırıq. Başlayırıq 1-2 yazaq, yazırıq 1, 2, 3,
4, 5, 6. Yəni soldan sağa yazırıq. Bunu deməkdir ki, bu riyaziyyat elmi, yazmaq fənni ya yazmaq bölümü ərəblərin və farsların ya türklərin ya o məntəqədəki sağdan yazan dillərin deyil. Niyə? Çünki riyaziyyat soldan yazılır. Əgər bu bunun olsaydı, yəni bu fikri ki, əlifbanı buradan sağdan yazaq sola, riyaziyyatı tolid eləsəydi, riyaziyyat bunun məhsulu olsaydı, nə olardı? Onda elə həman fikir gələrdi, riyaziyyatda sağdan sola yazardı. Sağdan sola yazanda biz belə oxuyardıq. Məsələn, az emruz 20-12-96. Amma İranda necə oxurlar? 1396-12-20. Yəni gəlirik soldan başlayırıq, gedirik sağa, bir də buradan gəlirik bura. Bu bunu göstərir ki, riyaziyyat əslən şey deyil. Hər halda burada bir fasilə qoyarıq. Əlaməti budur. Burada bir beləsi xətt çəkərik, görürsünüz. O əlaməti editdə yadınızda qalsın, əgər bir mətbuatda işləsək ya bir yerdə işləsək ki, edit haqqımız vardı. Bu işi görərik. Burada bir virgül açarıq, şey açarıq, arasında bir xətt qoyarıq. Sonra da bir dənə parantez burada qoyarıq. Bir dənə də parantez burada qoyarıq. Yenə də bir dənə xətt açarıq, yazarıq. Burada da beləsi bir şey, parantez bağladıq və xətti də açdıq. Yəni bunları fasilə verin. Be müddəti yek mah virgül burada qoyarıq. Görürsünüz. Ondan sonra Qatar Təbriz Culfa. Qələtdir. Bunu gərək arasında bir dənə belə xətt qoyaq. Təbriz Culfa fasiləsiz. Bu tərəfinə, bu tərəfində fasilə olmayacaqdır. Ara olmayacaqdır. Culfa, Təbriz Culfa, Rayqan Əst. Burada xətt açarıq. Nöqtəni qoyarıq, yəni cümlə. Bir dənə də fasilə qoyarıq. Yəni ki, burada bir fasilə qoyulacaqdır. İrsal konəndə. Burada bir dənə beləsi xətt açarıq. 2 nöqtəni qoyarıq. Yəni ki, bunu işi görən Nasir Qulami Hocqan. Bu bunun editi. Amma bunun adı nədir? Bu xəbər deyil. Bu xəbər deyil. Bunun adı nədir? Xəbər odur ki, bir titri ola, bir lidi ola, qıssada olsa, bir dənə mətni xəbər ola. Və axirində də bəlkə bir tarixi ola. İndi, buna deyirlər caption. Siz caption'in bu günləri ən mühüm yeri harada əgər dediniz, ən mühüm yer caption yazmaqda Instagram'dır. Instagram'da siz əks göndərirsiniz. Yəni %90 Instagram'ın işi Allah Allah bu nə cür eləyəcək ki bu beləsi? Çox da bu. Mən bunu başarmıram. Şaş bunu öyrədənlər bunu sabit eləyək biz. Bu Instagram'da əks göndərməkdir əsl işimiz. Əksin altına ya üstünə caption yazmaqdır. Caption nədir? Bu xəbəri ki gördünüz, bir dənə əksin altında yazılmışdı. Çox qısa deyir ki 12-ci ayın 20-sindən, yəni 11 gün, 10 gün bayramdan ya 9 gün bayramdan qabaqdan ta 6 aya qədər Təbrizdən Culfaya qatar bileti müftədir. Bu bizə nə deyir? Bu deyir ki, siz hər gün eləyə bilərsiniz, minəsiz qatara, müftə gedəsiz Culfada dolanasınız, bazarda axşam gedəsiz evə. Niyə pul verəsiz gedəsiz Tehrana? Niyə pul verəsiz gedəsiz İsfahana? Niyə pul verəsiz gedəsiz Məşədə? Niyə pul verəsiz gedəsiz Şiraza, Şumala? Pulunuzu ora xərcləyincə gedərsiniz Culfaya. O taydan bir Azərbaycan var, onu görərsiniz. Bu tayda bir bazar var, onu görərsiniz. Bir cins almalı olsaz alarsınız. Dolanmağınızı dolanarsınız, yemağınızı yeyərsiniz, içmağınızı içib gedib gələrsiniz.
Bunu biz otomatikdən çıxartmağa başaraq gələk. Ərz edeyim ki, bu məni də çox şey edir, yəni həvasını qatır. Bu caption bizə bir ittilaat verir. Çox qısa. Bununla belə ki, qələt idi, amma bir dünya ittilaat verdi. Yəni, formatində qələt idi. Düz idi xəbər, gözəl yazılmışdı, qısa və güllə kimi çaxan. Amma formatı qələt idi. Formatındakı islah elədik, gördük xaraları islah olmalıdır. İndi, biz gündə yüzlər əks Telegramdan gəlir. Mən dünənlər 2 gündür Telegramımı açmamışam, fürsət eləməmişəm. Ərz edeyim xidmətə, indi əlan Telegrama baxsam, mənim qruhlarım ki, ya dostlarım ki vardı, məni şəxsən tanırlar, mən də onları tanıram. Ərz edeyim xidmətinizə, onların mənə göndərdikləri hardadır? 1243 dənə pəyamları var. Yəni, mən istəyəm hərəsinə ki, bəzən oxumağa məcburam, oxuyaram 20 dəqiqə, 15 dəqiqə vaxtım aparar. Hərəsinə yarım dəqiqə qoysam 500 dəqiqəm gedər bura. Yəni 4 saat, 5 saat mən vaxt qoymalıyam. İstəyəm məqalələri də oxuyam, ya suxəndanlıqlara qulaq asam, ya video göndəriblər, onlara baxam. Gündə 6 saat, 7 saat buna sərf elərəm. Yaxşı, bu 6-7 saat mənim işim olmalıdır. Bunların içində yüzlər əks var ki, caption yazılıdır. Caption'ı yazmağın qəvaidi var dostlar, diqqət buyurun. Caption cıqqılı olacaq. Mən özüm bəzən məqalə qoyaram, o ayrı. Yəni, mən siyasi bir adamam, bir fikrim var, onu yazıram. Üçün Instagram'a qoyamıram. İstəyirəm də Instagram'da 2 nəfər də bunu oxusun. Gətirirəm, bir dənə əks qoyuram özümdən ya hər kəsdən. Altında bir məqalə qoyuram. Bu bir dənə bir mediadan mən istifadə edirəm. Amma o medianın əsli işi, elə bilin ki, radioda biz nümayişnamə oynuruq. Radionun işi film deyil, serial da deyil. Radionun işi danışmaqdır. Amma o radiodan istifadə edirlər, filmi gətirirlər, elə bir orada qoyurlar, gücür edirlər ki, insanlar orada işləyə film elə bir görürlər. İndi, Instagram necə əks paylamaqdır və mən orada gələcəm. İndi bunun yazmaq şəraiti nədir? Əvvəl gərək qıssız ola. Qıssa. Bir dənə dəndanə səsidir. Əvvəl gərək qıssız ola. İkinci, şairanə olan. Yəni, oracan ki, mümkündür, buna gözəl kəlmələr seçaq. İnsanların ruhu ilə oynayaq. Məsələn, o qətar oradan gedir, o şey gedir. Bunu ayrı cür yazmaq olardı. Yazmaq olardı, məsələn, baharı və çəmənləri müftə qətarından Culfaya gedin 6 ay boyu. Məsələn, şairanə bir şey yazmaq olar. Mən şair deyiləm, onun üçün bəlkə bir şey yazamıram, amma gözəl, çox gözəl bir şeylər yazmaq olar. Ya məsələn, dostlar çalışırlar, xəbər yazarlar. Təəssüflə biz bu illəri eləyə bilmədim, mən Günaz TV-də bunun üstündə çox işləyəm, yəni işləmədim təəssüfanə. Biz niyə pulumuzu, vaxtimizi aparırıq Farsistanda xərcləyirik? Niyə bu pulu Azərbaycanın içində gəlmirik, xərcləyək? Niyə insanlarımızı demirik, gəlin gedin Azərbaycanı dolanır? Çünki Azərbaycanda milyonlar yer var və yüzlər cürə yemək var ki, biz nə yemişik, nə görmüşük o yerləri. Bunun üçün Azərbaycanın özünü biz hara gedərik, dolanmaq hara gedərik? Normalda o yerə dolanmağa gedərik ki, oranı bizə deyiblər, tərif ediblər dostlarım. Falan yer yaxşıdır, falan şey var. Bu insanlar, mən özüm o adamlardanam ki, bu cür tərif eləyən yerə getmərəm. Çünki tərif elədilər, bildim. Necə filmin sonunu desələr adam baxmaz. Çünki da filmin sonu açıldı da, filankəsin qardaşıdır, ya dədəsidir, ya nənəsidir, ya öldürdü. Və o filmə baxmasan, axirin bildin. Filmin həyəcanı oradadır ki, o dastanı
Dağıstan gedəsən, film onu açar. Ona axirdə bilirsən, desək, bir yeri də mənə desələr yaxşıdır, nəyə gedirəm də, onu bildim də, nəyə yaxşıdır. O yerə gedərəm ki, orada şey olmasın, özüm. Mən vaqiyyəti desəm, mən Kanadada çox müsafirət eləməmişəm, uzun yerlərə, çünki işim qoymaz müsafirət eləyəm. Amma bəzən dəlilik elərəm, yəni nə mənə? Yəni ki, deyərəm, bu günləri mən evdən çıxacağam, gedəm itəm. Dururum, çıxıb gedib itərəm. Az qəza dünyanın gözəl yerlərini taparam. Gəlləm yoldaşlarıma, deyərəm, filan yeri gedin görün. Məsələn, bu itmaqlarda mən Kanadada biz bir növ ağaçlar var Azərbaycanda. Adına pil deyərlər. Pil ağacı. Bu ağaçlar qədimi ağaçlardılar, sinliləri çoxdur. Normalda da bu ağaçlar tək olarlar, yəni bunların ətrafında ağac olmaz. Diqqət buyurursunuz. Bu ağaçlara parça bağlarlar, dua elərlər. Arzuların bu ağaçdan istərlər. Məsələn, İmamzadiyə gedənmir, ziyarətə gedənmir, gələr bu ağacın yaxındır. Gələr orada duasını elər, iltiması duasını elər, ağlamasını ağlar, ürəyin boşaldar, gedər. Düzdür, bunu xurafat deyirlər. Yəni, bu tür bir şeyləri xurafat bilirik. Amma mənim bir rəvanşünas dostum var idi, dedi ki, falsını və duasını biz rəvanşünaslar, rəvan pezeşkilər şey bilirik. Xurafat. Amma bir dənə adam ki, rəvani mərəzçiliyi var, ya bir ictimai müşkülü var, ruhi müşkülü var, hətta ictimai müşkülü var, pul müşkülü var, evlənmək müşkülü var. Yəni, bunlar rəvani müşkül deyil. Bunlar bir ictimai bir məsələdirlər. Siyasi ya iqtisadi bir məsələ. Adam iş tapanmır. Rəvanşünas buna heç iş görənmir. Çünki rəvanşünas gəlir buna iş verər. Gedir rəvanşünasa, məsələn, hər cələsəsinə 50.000 tümən alır, 10 cələsə gedir, evlənməyə görə danışır. Axırda da nə deyir? Heç su. Amma həman adam, qız, arvad, kişi, oğlan durur gəlir bir dana besavad qoca bir rəvanşünasın yanına. Bu rəvanşünasın adı Dua Nevis'dir. Deyir ki, mənə bir dua yaz, istədiyim qızından evlənim. İstədiyim oğlandan evlənim. Ya ərə gedim, ya evlənim, ya iş tapım, ya zindanda bir adamım var, o azad olsun. Bir müşkülü var. İctimai və siyasi ya iqtisadi müşküldən danışıram ha hələ. Rəvanidən danışmıram. Adam götürür, bundan danışır. Onun duası elədir, belədir, bu işi görəcək, o işi görəcəksən, bir iddə müqəddəmə düzəldir, bu adam inansın. Gedəcəksən, nə bilim, 4 dana getkinən filan şeyi tap kinən, atca al kinən, bir daha məsələn, silsil toyuğun, silsil yumurtasını tap kinən, gətir, yaxçı. Bir dana da qaşqa atın balasının yalından bir tel gətir. Bir dana da geçir ayağından bir dırnaq gətir. Bir dana da xoruzun filan şeyin gətirir. Ha, adam gedir bunlar üçün bir pul, sərvət, fikir, ömür sərf edir. Bir dünya zaman qoyur. Bunları toplar, gətirir. Adam bundan bir iş görmür. Adama deyir ki, getkinən, məsələn, 3 aydan biri iləcən, sən iş tapacaqsan, ya ərə gedəcəksən, ya filan edəcəksən. Adam buradan çıxanda ya bir dana dua yazır, verir əlinə. Deyir ki, bunu bağlayacaqsan, yanıncan götürəcəksən, gedəcəksən, bu işi görəcəksən. Gedəcəksən, qoyacaqsan arvadı başının altına, ya o qıza itirdəcəksən, filan bəhman. Heç zərəli də yoxdur. Bir dana kağazdır, yuyacaq, qoyacaq, istikana verəcək ona, içəcəkdir. Davası yoxdur, öldürmə azada filan. Adam gəlir, kağazı salır suya, verir o qıza, ya oğlana, ya ərinə, ya arvadına, mənlə mehriban olsun. Bir il umudu budur ki, bu mənlə mehriban olacaq. Bir il bunun mehribancılığına umut bağlıdır. Bu xurafat dediyimiz məsələlərin bəzisi insanlara umut verir.
İnsanların həyatını rahatlatır. İnsanların rəvani müşkillərini həll edir. Və bunların xarkərdi ictimai tibbisi var. Hər halda. Bu da məsələn deyirəm, o şeylərdə mən Kanadada azdım, getdim bir yerə gördüm ki, bizlər parça bağlar o pir ağacına, gördüm bir pir ağacı var. Pir ağacı 500 cüt başmaq, taza başmaq. Sıfır. Yəni biri $200, $300 başmaqları bağlayıblar, atıblar o ağacın başına, bağlayıblar o ağaca, gediblər. Mənim üçün çox cəlib idi. Bir modern məmləkətdə ki, 150 il sabiqəsi yoxdur, dövlət olmaq sabiqəsi yoxdur, Kanada olmaq sabiqəsi yoxdur. Orada nəzərə gəlir, xurafat olmaz olur. Ya falabaxan, bilmirsiniz nə qədər bu məmləkətdə falabaxan var. Həm də rəsmi ofisləri var, həm də ruznamələrə gəl burada olsa görsəsən, ruznamələrdə agəhi verirlər. Hər halda. Bu da bu bir xəbər. Caption. Qıssa olar, şairanə olar. Ondan sonra nədir? Ona cavab verər. Hardadır? Ona cavab verər. Məsələn, əgər caption salırsınız bir dənə chatdən, gərək yazasınız ki, Azərbaycan Kəlan. O əks qalanını görsədər. Evdir, filandır, ya adamdır, ya filandır. Ya əgər adamları salırsınız, gərək bunun altına yazılar. Bu, məsələn, filan kəsdir. Çünki o caption o ittilatı verməlidir. İttilatı ki, o əksə mərbutdur, onu gərək verər. Bu bir caption yazmağa görə bir şeydir ki, istədim deyəm xidmət sizə. İkinci xəbərimizə keçim. Xəbərimiz keçir, zamanımız keçir. Neçə dəqiqə oldu? Mən istəyirəm ki, biraz tez qutaram. Özümün də biraz işim vardı. Bir dənə bu günlərdə bir gözəl hadisə Azərbaycanda gedir. Mən bunu linkini göndərim sizə. Tamam. Bu xəbəri Araz News-dan götürmüşəm. Mütəəssifanə Araz News-u da axtardım. Türkçü xəbəri yoxdur. Mütəəssifanə Azərbaycan mediasında işləyənlər türkçü xəbər yaratmırlar. Və türkçülüğə çalışırlar. Çox ciddi nəqiz bir fikirdir. Dedik, birinci dünyada ədəbiyyat ibarətdir. Hər şeydən ibarətdir. Ayaqqabızdan tutdu, corabızdan tutdu, ta gəldi başınızdan. Və bunların rəqləri və bunların tərkibi fərhəngidir. Və bu fərhəngin əsli qisməti də ki, bunları heç olmasa öz içinizdə aparar dildir. Və mütəəssifanə bizim dilimizdə çox tolid olunur. Və belə nəzərə gəlir ki, hamımızın intizarımız var ki, farslar bunu bizə tolid eləsinlər. Bu da bir böyük xətadır ki, bizdən üz verir mütəəssifanə və buna bir iş çarə eləməliyik. Yazır ki, برای حراست از اراضی آذربایجان در شرق İranın nəqşəsinə baxsaz belə bir şeydir. Belə bir şeydir. Bura Azərbaycandır. Burada biraz Kürdistan var. Burada biraz Kirmanşahzad var. Burada Lorestan falan zatdır. Bizim işimiz yoxdur. Burada bir qismət var, Deyləmistan. İki yerə bölünübdür, Cilan, Mazəndaran. Burada bir yer var. Türkmenistan. Bu Türkmenistan'ın bakın, bu Türkmenistan'dan biraz qırıblar veriblər Mazəndarana, biraz qırıblar veriblər Xorasana. Bu Azərbaycandan biraz qırıblar veriblər Cilana, biraz qırıblar veriblər Kürdistana.
Azərbaycanın burada bir Zəncan var. Burada bir Qəzvin var. Burada bir Həmədan var ki, bunlara yapışıqdır. Burada yine bir Tehran var. Burada bir Kərət var. İndi Tehran Türk bölümüdür. Kərət Ustane Elborz Türk bölümüdür. Burada bir Qum var. Türk bölümüdür. Çünkü belki tarihen bunlar bizim değil. Tehran bizim değil, Qum bizim değil. Belki Elborz bizim değil. Belki deyirəm. Tarihen. Yani 200 yıl qabaq, hatta Qazar dövründə 100 yıl qabaq, onlar Azərbaycan hesab olurlar. Onlar Rey hesab olurlar. Ya Əraq, Əcəm hesab olurlar. Amma Rıza Palani dövründən bu günə qədər bir siyasət götürüblər. Bizi ilinasyon, özümüzdən çıxardılar, bizi manqur deyirlər. Bunun üçün bizim vətənimizdən sərmayə qoymurlar. Biz məcbur oluruq mühacirət eləyək, Farsistanda işləyək. Farsistanda bu şəhərlərin əksəriyyəti bizim əlimizə keçibdir. Bir qarn idi biz burada yaşırıq. İndi bura bizim vətənimizdir. Tehran bizim vətənimizdir. Elborz, Ustane Elborz bizim vətənimizdir. Qum bizim vətənimizdir. Yəni o yerdəki biz əksəriyyətə gedirik, ora bizim vətənimiz olur. Diqqət buyurun, burada da kütlərəcə gəlirlər o cür olacaqdır 100 ildən sonra. Bunun üçün o cəhətdən də farslara zərər eləyəcək farsların bu siyasəti. Biz elinasyon bizim üstümüzdə işləməyəcək, işləmir, 100 ildir bunları eləyə bilmirlər, bizim dilimizi çözsünlər. Sağ olsun Moğullar, mən Moğullardan çox aşiqəm Moğullara, farslar bizi deyirlər, sizi Moğullar türk eləyiblər. Moğullar sağ olsunlar, bizi türk eləyiblər, təşəkkür edirəm. Bizi farslardan ayırıblar. Və 25-30 ildə bizi türk eləyiblər, amma farsların niyə o birilər eləməyiblər, bunlarla işimiz yoxdur. Əslən tarixi bəhsə də geçmirəm ki, biz türkük, Moğuluq, ya deyilik, əslən bunları çıxadın, o deyilsə. Amma təşəkkür edirəm onlardan ki, o zamanki radio, televizyon yoxdur, bir siyasətlə bizi türk eləyiblər. Bəli, bunlar 100 ildir, tamam mədrəsələrdə, kitablarda rəsmi icbari, hamını icbarla sərbaz aparmaqla, hamını Nehsət-i Səvada Amuziyə, nə bilim o şah zamanında bir şəbanə bir şey var idi. Onlara aparmaqla radio, televizyon, məhdikudəş, mədrəsə, danışqahla filanla bunlar 100 ildə eləyə bilməyiblər. Amma vətənləri, torpaqları bizim torpağımız olubdur. Uduzublar. Yəni, iki tərəfinə baxın. Xeyir də almışıq. 100 ildə o xeyirləri almışıq ki, şey yoxdur. İndi gələk xəbərimizə. Nə qədər vaxtım vardı, bir xəbər oxuyacağım elə bir. 30 dəqiqə eləmişik. Xoş, mən bunu biraz sürətlə oxuyayım. Gedək. İndi Azərbaycanın torpaqlarının birazı Astara və onun kəndləri verilibdir Gilana. Bu tərəfdə də biraz verib Kürdistana. Birazı veribdir o birisinə, biraz verib o birisinə. Qəşqailərin orada torpaqların qoymurlar bir olsun. Bir dənə iyalət vermirlər. Burada Türkəmənlərin torpaqlarını veriblər ora bura. Bu bir dənə rəsmi siyasətdir. İran əlində istir daimən bizi düşmənçılığa salsın, torpaqlarımızı əlimizdən çıxasın və o torpaqlar yadından çıxsın. Məsələn, dünənlər dostlardan biri yazıbdır ki, deyək ki, Zəncan Azərbaycan torpağıdır. Niyə Qəzvinə iddiası var? Mənim Qəzvinə iddiam yoxdur, mənim Tehrana iddiam var. Mənim Quma iddiam var. Mənim Kərəcə iddiam var. Çünki orada yaşayan millət mənim millətimdir. Ora mənim vətənimdir ki, mənim millətim orada yaşır. Millət deyəndə mənzurum bu da heç 1 nəfər, 2 nəfər, 5 nəfər orada yaşır. O yerdə ki, əksəriyyət mənim millətim olsa, ora mənim vətənimdir. Qutardı getdi. Qutardı getdi. Əgər Kürdistan bir kətləri, bir şəhərləri başarıb da Azərbaycanlıların əlindən olsun, əksəriyyət alsın, oranın vətəni olur. Mütəəssifən. Ya gərək teorimizi çevirək. Mühacirəti məkus eləyək, tərsə mühacirət eləyək, gedək oraları alaq əlimizə, ya da onlar əlimizdən çıxıb.
Bu bir vaqiiyyət siyasini dərk eləməliyik. İndi Şumallılar Gilan ustanı gətirib bir tablo vurubdu Heyran gədiyinə. Gədik. Bunun farsçası nə oldu? Gərdəni. Baxsanız da təqribən buna yaxındır ha. Gərdənə ki qoyublar, gədik kəlməsindən götürülməyə bənzir. Heyran gədiyinə yazıblar ki, Gilana xoş gəlmisiniz. Xoşbəxtdanə Azərbaycan mediası çox gözəl reaksiya göstərdi. Milli ruh göstərdi. Etirazlar filanlar. İndi bir dənə xəbər sizə mən hardan götürmüşəm? Araz News'dan götürmüşəm. Əgər istifadə eləməsəm linkini də göndərdim. Oradan oxuyaq. برای حراست از آذربایجان در şərq. İndi şərqi məsələsini deyirdim. Şərq İranın Bəluçistanı şərqidir. Əraq mərzi qərbidir. Türkiyə mərzi qərb deyil. Şimal qərbidir. Çünki İranın şimalı Azərbaycandır. Bura Azərbaycan Cumhuriyyətidir. Burada Türkiyədir. Burada Əraqdır. Əraq qərbidədir, Türkiyə qərb və şimal qərbidədir. Azərbaycan şimaldadır. Araz çayı Güney Azərbaycanın şimalında, Şimal Azərbaycanın güneyindədir. İndi bura bizim şərqimiz olmur. Bizim vətənimiz bu cıqqıllıqda deyil ki, yox, bura bizim şərqimizdir. Bizim vətənimiz buradandır. Deyək məsələn, burada da Astaramız var. Bura şərq deyil. Bura bizim cənub şərqimizdir. Əgər Tehrandan zaddan tutsaq, yenə də bu bizim olur mərkəz. Bilirsiniz ki, onda Xəzər də düşür bizim üstümüzə. Xəzərdən bir çox yerdə bizim üstümüzə düşür. Və bu istədim deyəm ki, o coğrafiya şeylərinə bu xəbərdə diqqət eləməlisiniz. Biz vaxtı ki, gəlirik coğrafiyadan yazaq, həttmən gərək o nəqşəni qoyaq qabağımıza dəqiq baxaq. Çünki bir nəqşədə bir iştibah yazsaq, sabah bu iştibaha istinad eləyib bizi məhkum eləyə bilərlər. İndi tabloy faşism از گردنه هیران آذربایجان برشیده شد. پلاس ویدیو. تابلوی فاشیسم از گردنه هیران. فاشیسم bir dana addır və bir dana fikirdir. Ha? Şizm. Bir dana fikrin adıdır. Siyasi fikrin adıdır, düşüncənin adıdır. Bir növ hökumətə deyilər. Bu, indi burada faşizm yazanda kimə işarə edirik? Buna diqqətli olmalıyıq ki, biz xüsusən xəbərlərimizdə oracan ki mümkündür, diqqətli olmalıyıq, kəlmələri doğru işlətməliyik. Demirəm burada iştibahdır. Faşist məmulən tövsiyə tələbdir, o birisi torpaqların işğal eləməyə çalışır. Burada o cümlə qəşəng işlənibdir. Amma diqqətli olmalıyıq. Araz News 2 nöqtə. فعالین حرکت ملی آذربایجان در اردبیل در اعتراض به اشغال نرم اراضی شرق آذربایجان تابلو اشغال گردنی هیران را پایین کشیدند. Pəs hərəkət milli fəalları sağ olsunlar bir dənə cümləni biraz uzaldıbdır. Diqqət buyurun. Fəalin hərəkət milli Azərbaycan در اردبیل virgül, در اعتراض به اشغال نرم اراضی شرق آذربایجان virgül, تابلو اشغال گردنه هیران را پایین کشیدن.
3 dana cümləni təqribən bir dana. Bunu elə bir dəfə rahat deyə bilərdilər ki, yəni bir dana rahat cümlə ilə bunu qurtarmaq olar, qısaltmaq olar, qəşəng demək olar. Fəala ya fəalinə, fəalin kəlməsi, diqqət buyurun. Cəm ərəbi 3-4 cürədir. Fəalan bu farscadır. Fəalun. Bəli, mən bunu qələt yazmışam, görürəm də qələtdə, amma baş tapıram deyə. Fəalun ərəbcəsidir. Fəalin haləti muzaf, nə bilim, şey olandadır. Bu iynəncələr. Bir də məsələn fəalat vardır. Əlifə ilə bağlanar. Fəalun erkəklər üçündür, fəalin erkəklər üçündür, fəalat xanımlar üçündür. Diqqət buyurun, fəalin kəlməsi şeydir, ərəbcədir və şəraiti xassıda fəalin yazılar. Normalda biz fəalin yazmarıq. Nəinki iradı vardır, farscadır, biz bunu, yəni farsca cümlələrdə tün işlədirik, eyə bilir fars ədəbiyyatının içinə aflaha götürək. O məsələ deyil. Zaman içində də bu bahis olar ki, ədəbiyyat farsı xərab olar. Bu bir dənə hədəf ola bilər özü. Amma gərək agahanə olma, bəlli olar ki, nə mənədir. Eyni halda bilaq ki, biz istiruq kimə pəyam verək və o pəyamı verəndə kimlər nə alacaqlar. Məsələn, bu pəyamı oxumaqla o faşizm kəlməsi doymaz farslar bu xəbəri oxusunlar. Onun üçün bunun içində nə mənə pəyamımız vardı, hamısı heçə gedər. Diqqətli olmalıyıq ki, biraz nəcür getməliyik. Fəalin hərəkəti milli Azərbaycanı Ərdəbil der, Ərdəbil götürük. Ərdəbil, məsələn, tabloyu indi orada bir kəlmə istidir ki, deyək, bunlar nə tabloydu? Məsələn, düymənin dırnaq arasında yazarıq. Məsələn, tabloyu falan Gilan xoş آمدید را پایین کشیدن یا سرنگون کردن. پایین کشیدن. Diqqət buyurun. Bu payın kişiden kəlməsi çox əcib birdir. Bunu mən yerin deyim harda işlədər. Pərtəmə aşağı çəkərlər. Tabloyu aşağı çəkməzlər. Tabloyu yıxarlar, sərniqun elərlər. Və sərniqun payın keşikdən çox mühümdür. Sərniqun yıxmaqdır. Payın keşidən, bala keşidəni də var. Bu da bir peyam məndən olsun. فعالین حرکت ملی آذربایجان در اعتراض به اشغال نرم اراضی شرق آذربایجان تابلو اشغال گردنی ایران را پایین کشیدن. همان cümlenin tişörübdi. Eşgal nərm nə mənədir? Baxın, eşgal nərm, bu nərm sözü Xameneydən çıxan bir sözdür. Nərm sözü ondan bir şeydir. Eşgalın nərmi olmaz. İşgal, işgaldır. Onun qabağında etiraz eləsən, savaş olar. Etiraz eləməsən, işgal dərdi sərsiz işgal olar. Bir var ki, savaş eləyəsən, savaşasan, şikəst yəsən, işgal eləyələr. Bir var ki, savaşmayəsən, etiraz da eləməyəsən, gələrlər, işgal eləyələr. İndi biz, bu nərmi sözü bizi biraz nərmişi qəhrəmananiyə tərəf aparar. Lütfən bu kəlməni plaxarda işlədər çox. İşgal, işgaldır, nərmi sərdi də yoxdur, nərmi xoşqu yoxdur. İşgal, işgal. İndi bu Kürdistanda olsun, ya Gilanda olsun, fərq eləməz. Fəalini hərəkəti milli Azərbaycan. Niyə mən bilmirəm bunu əvvəldə fəalin başlayır? Çünki bu növ cəmi ərəbi, əgər iştibah eləməsəm, muzafileh şəklində ya o zaman ki bir muzafi ileyhin sonrasına gəlir, onda beləsi olar. Amma hər halda yazıb dostumuz heç buna da etiraz eləmir. Fəalini hərəkəti milli, fəalan daha eyni halda bir hərəkət də göstərir. Yəni fəalanın özündə bir hərəkətlik var. Fəalində bir dana düşük var, fəalana bir qalxış var. Baxın, fəalan, fəalin əşaya gəlir. Fəalin demək olmaz. Çünki üstə səhmi. Fəalan səsi də üstə çəkir.
Amma bunda səs əşayə çəkir. Fəalan Hərəkət Milli Azərbaycan در Ərdebil در اعتراض به اشغال نرم اراضی شرق آذربایجان تابلو اشغال گردنه هیران را پایین کشیدن. İndi bu eşğalı gərək توضیح verək, o da گردنه هیران nə tür işğal oldu. و یک شال مزین به رنگ‌های پرچم آذربایجان واحد را بر روی آن تابلو نصب کردند. حتما احتمالاً منظور şaldan پرچمdir. Çünkü şal müzeyyen bir rengi perçem Azerbaycan olmaz. Ya bu perçemdir ya şaldır. Siz her no parça ki onun üstünde bir memleketin bayrağının rəhləri ola, o perçemdir. İndi mənim libasımda gətirən burasına Azərbaycan bayrağının rəngini vuram. Buna deyə bilərik ki, mənim köynəyimin üstündə Azərbaycan pərçəmi var. Amma mənim çünki qalan yeri köynəyimdir. Amma əgər mənim kravatım başdan ayağa Azərbaycan pərçəmi ola da buna deməzlər kravat. Buna deyirlər pərçəm. O da bir məsələ. Ehtiyacı yoxdur yazaq şal. Elə yazarıq pərçəm Azərbaycan gedir ona. Çünki onun üstünə, hətta əlimizlə də rəhləsə o pərçəm, semboldur. Pərçəm bir millətin semboludur. Onu bir düymənin üstündə də eləmək olar, bir parçada da eləmək olar, bir divarda da çəkmək olar, bir parçada toxuyub göyə aslamaq da olar. Hakimiyyət İran dərrasında siyasəti istihali Azərbaycan. İstihali Azərbaycan, istihalə kəlməsi nədir? İstihalə kəlməsi bir şey olduğu şeydən sönüb bir ayrı bir şey olmaqdır. Mesela bir şey düşür bir duz mədenine, zaman içinde duzluktan çıxır. Ya bir adam ya bir heyvan ölür, zaman içinde fosil olur, yani daş olur. Bu da o heyvan değil. Bu ya duzdur ya daşdır. Buna deyirlər istihalə. Zaman içinde bir haldan bir ayrı hala geçibdir. İstihalə demək, yani halı değişmək demək. Güzel kəlmədir. در راستای سیاست استحالی Azərbaycanın halının değişmesi, durumunun değişmesi, projeهای işgal nərm ərazi در غرب و şərq Azərbaycan را پیش میبرد. İstir desin ki, həm Kürt tərəfində, həm Azərbaycanın şərq tərəfində, əlbəttə Kürdistan, çünki bizim qərbimizdə, dəqiq qərbimiz Türkiyədir, bizim cünub qərbimizdədir. Bu kəlmə orada biraz iradı vardı. غرب و شرق آذربایجان را پیش میبرد. سواحل غربی دریای خزر، سواحل غربی دریای خزر. Düz deyir. Yəni bizim torpaqlarımızın tərəfi Xəzərin günbatan tərəfidir. Düzdür. Gərdəni Heyran və şəhər Astara cüz ərazi tarixi sərzəmini Azərbaycan budur. İndi yəni tarixi deyəndə yəni indi bizim deyil, ya indi bizimdir. Tarixi əlamət təəccüb qoyaq qabağında bunun. Buna görə ki, bu dostumuz gərək bilsin ki, Əl-An, Astara və hətta Gilanın bir çox yeri, mən dünənləri bir dənə də nəqşə gördüm, 1346-da İranda bir nəqşə çap olubdur. O nəqşədə ustan var, bir dənə ustan var, adı Zəncandır, o gedir, Gilanı da alır öhdəsinə. Gilan bir parçası, Gilan adında bir iyalət yoxdur, Zəncan adındadır və Zəncanın altındadır. Ondan qabaq da Gilan adında bir yer yoxdur, Azərbaycanın bir parçasıdır. Səfəvi dövründən bu üzə Gilan adında bir iyalət yoxdur. Azərbaycanın bir parçasıdır. Mən iddia eləmirəm ki, Gilan bizimdir, ya Mazəndaran bizimdir, amma istəyirəm deyəm ki, heç olmasa Astara və onun ətrafları hala türkdülər. Necə ki, Zəncandan gəlir Gilana tərəf, o zəlzələdə olmuş məncil falan, onlar da türkdülər. Əlbəttə biz coğrafiyatı dəyirik, mütəəssifanə coğrafiyatı olmadığımız üçün də çox yer bilirik ki, türkçü onu görmürük, bilmirik və onu yapışdıramırıq. Mənim özümün fikrim budur ki, türklər oturan yerləri mərzini nə cür təyin edirik? Mərzi bu cürdür.
Hər yerdəki türk var. Onların torpaqların bir-birinin nöqtəsi ilə yapışdırdılar bir-birinə. Məsələn, buradan da gələrik Qəşqaistana. Buradan da gedəcəkdir, məsələn, deyirəm hara? Türkmənistan. Bir dənə belə bir şey çıxacaqda, olacaqda Azərbaycan. Bunların içində ola bilər, burada biraz Kürd olsun, burada biraz Ciyləki olsun, Mazəni olsun, burada biraz Ciyləki olsun, burada biraz Fars olsun, burada biraz Lor olsun. Amma bunlar bu coğrafiya, böyük coğrafiyanın içindədir. İndi burada da dərya vardı, bu da buradan yapışacaq bura. Biz buranın işğalını istəmirik. Bura Lorların torpağıdır. Biz Lorların torpağında gözümüz yoxdur. Ya bura məsələn İsfahan, Şiraz filan. Düzdür ki, Hafiz filan Farsdan danışmırlar. Onlar deyirlər ki, çon şeydir. Çon Türkiye Şirazi bir dəstərəz dilemara. Bəllidir ki, Şiraz bir zaman Türkmüş. Tarixi torpaq. Amma indi bizim oraya iddiamız yoxdur. Əlbəttə Şirazın bir çox yeri, yəni Ustan-ı Farsın bir çox yeri Qəşqai türklərinindir. 500 ildir onlarda yaşırlar. Necə ki Şiraz və İsfahanda 500 ildir bizim türklərimiz var. Yəni 500 il, yəni bir neçə dövlətin varlığından çox uzun zamanda o torpaqlarda biz yaşırıq. O torpaqları biz abad eləmişik, o torpaqları qorumuşuq və onlar bizim. Amma indi hələ iddia ərzimiz yoxdur İsfahan üçün. Yəni, demirik ora bizim toprağımızdır. Amma əgər orada türklər var bir bölüklərdə, o bölüklər heç olmasa nisbi bir istiqlal haqlarıdır. Yəni, heç olmasa bir federal bir şəkildə İsfahan gərək idarə olsun. Biz federalizmdən danışanda bunu danışmalıyıq ki, biz Azərbaycanda gələcəkdə istiqlalını istiyoruz, amma Azərbaycan federal şəkildə idarə olacaq. Burada mənim şəxsi nəzərimdir. Biz səltənət şəklində idarə eləməyəcək və mərkəzi şəkildə də Azərbaycanı idarə eləməyəcək. Azərbaycan heç gələn zamanlarda müstəqil olacaqdır. Torpaqlarımız haracan olur olsun, bunun içi federal idarə olmalıdır. Yəni, Qərbi Azərbaycanımız var, Şərqi Azərbaycanımız var, Ərdəbilimiz var, Zəncanımız var, Qəzvinimiz var, Həmədərimiz var, Tehranımız var, Şərəcimiz var, Qumumuz var, hər yerimiz vardır. Bunlar hamısı federal idarə olunacaqdır. Hər kəsən öz məhəlli adab, rüsum, din, tarix, ədəbiyyatına malikdir. Özünün toprağını aparmağa qabağa nə siyasət götürər. Mərkəz də əgər federal dövlət, yəni mərkəz deyəndə federal dövlət. Federal dövlətdə əgər eləyə bilər, bu kiçik dövlətlərimizə bir köməklikləri eləməz, gedər qabağa. Bu da mənim şəxsi nəzərimdir. Bəs İndi deyir ki, bu paragraf çox uzun paragrafdır. Səvahil Qərbiyə Dəryayı Xəzər, Gərdəni İran və şəhri Astara cüz ərazi tarixi sərzemin Azərbaycan budur və برای ملت ترک آذربایجان از اهمیت ملی، تاریخی و استراتژیک بزرگی برخوردار است که در راستای سیاست‌های استحاله آذربایجان و اشغال نرم اراضی آذربایجان از سوی رژیم ایران از استان اردبیل جدا گردیده است. Cümlə çox uzundur. Ondan sonra bir şey demirəm. Bir şey yoxdur ki deyəm. شهرستان آستارا تا سال 1335 هجری شمسی جزو استان آذربایجان شرقی بود. اما سیاست‌های استعماری و نژاد پرستانه حکومت مرکزی ایران در راستای تجزیه آذربایجان به استان‌ها و سپس تجزیه به بخش‌های کوچکتر آستارا را کوچکتر ویرژولیستر آستارا را از آذربایجان جدا کردند. سیاست‌ها جدا کردند. سیاست‌های استعماری یعنی جدا کردند. با نصب چون cəmdir, bu da cəmdir. با نصب تابلوی در ابتدای indi burada görürsünüz bu qatışdı. Oradan siyasətlərdən با نصب تابلوی در ابتدای جاده هیران که در آن ابتidası haradır? İndi diqqət buyurun burada iştibaha. İştibah budur. در ابتدای cadde, caddənin ibtidası olmaz. Bunu diqqət buyurun. Heç caddənin ibtidası yoxdur. Biz ad qoya bilərik caddəyə, amma ibtidası olmaz. Caddə, deyək ki, məsələn, Avropadan caddəyə Əbrişəm hardan başlanır gəlir. Bunun əslin intihası yoxdur ki. Bir yerinə bu adı deyə bilirik, bir yerinə ayrı ad deyə bilirik. Bu ayrı bir məsələ. Amma caddənin intihası yoxdur. Bu iştibahı heç vaxt girməyək. Bais olar ki, biz buna mərz qoyarıq.
və bu mərz bizə çox yerdə zərər verir. Çünki ibtidası buradan olsa, intihası bir ayrı yerdə olmalıdır. Hangi tərəfdə olmalıdır? Deyək ki, məsələn, o tablo vuran yer ibtidasıdır. Bu tərəfi intihaya tərəfdir, bu tərəfi intihaya tərəfdir. Burada ibtida idi, gəlib bura, bunlar gəliblər, yoxsa burada ibtidada gedib bura. Yəni bu çox bir qərqəşə çıxadar, bu qərqəşəyə girməməliyik. Xəbərimiz biraz diqqətli olmalıyıq xəbərin tənzimində. Həm də gələcəyimizə diqqət eləməliyik, biz gələcəyimizə müşkül yaratmamalıyıq. Xəbərlərimizi elə yazmalıyıq ki, gələcəkdə bu xəbərə istinad eləsələr, xüsusən məsələn Günas TV kimi veb-saytda ya Araz News kimi veb-saytda ki, milli hərəkətə bağlı bir veb-saytlar hesab olurlar. Bunlar gələcəkdə bizim əleyhimizə iştən edilən bir əsnad olabilir. با نصب تابلوی در ابتدای جاده حیران که در آن ورود به استان جیلان خوش آمد می گفت درصد هستند این قسمت از آذربایجان را نیز از آن جدا کنند. یعنی حیرانی istirdəsin. Əvvələn با nəsbidən gərək buna bir beləsi bir əlamət qoyaq. Yəni interview getçinin əvvəli cümləyə paragraf ayır. با نصب تابلوی در ابتدای جاده حیران elə bir şey caddənin buradan deyirik ki, əvvəlidir. Heyran caddəsi. Baxın, Heyran bir gərdənə var. Gərdənənin əvvəl-axiri demək olar. Ya gədiyin əvvəl-axiri demək, amma caddə Heyranı demək olmaz. Heyran gədiyinin əvvəli olar, amma caddəsini yox. O yerəcən ki, o yol bağlıdır, yol gedir o caddə. در آن ورود استان در آن virgül gərək burada gələ ورود به استان جیلان da gərək indi burada استان جیلان gedən şeyin arasına, dırnağın arasına. Xoş amad mi گفت. İndi məsələn gərək burada o tablo yazılar. Yeri var o tablo yazılsın. Mi گفت. Əgər bir dərsədədir, gərək buradan sonra virgül qoyaq. Dərsədədir. درصدت هستند این قسمت از آذربایجان را نیز از آن جدا کنند. درصدت هستند گردنه هیران را از آذربایجان جدا کنند. Bunu biraz məchul yazıbdır, eləyə bilər ki, bunu məlum yazsın və daha gözəl olsun. مسئولیت نگهداری 20 کیلومتر جاده هیران در حالی به استان جیلان داده شده است که مناطقی از سواحل غربی و شهر آستارا متعلق به آذربایجان است. Diqqət buyurdunuz da, burada bir 20 kilometr uzunluqda yoldan danışılır. و شهر آستارا متعلق به آذربایجان است و مردم اردبیل و آستارا خواهان بازگردانده شدن این بخش‌ها به آذربایجان به استان اردبیل هستند. Bunun üstündə daha danışılmalıdır. Yəni biz bunun üstündə gərək aylar, həftələr danışaq, bir əfkar ümumi yaradaq. Eləyə bilək ki, bu əfkar ümumi ilə o torpaqları qeytirək və o şəhərləri qeytirək özümüzə. Nümayəndələrlə, yəni əslində biz labigərliğə girməliyik. Nümayəndələri, dövləti fişara qoymalıyıq ki, onları qeytərsin. به نظر میرسد فعالین حرکت ملی آذربایجان همچنان که در غرب آذربایجان سیمی را در مقابل گروه‌های تروریستی تمامیت‌خواه سپر کرده اند دیرجول در شرق آذربایجان نیز مقاومت سترگی را شروع کردند. به نظر میرسد جملesi çok pisti. به نظر میرسد اصلا یاختی دیر. به نظر میرسد یعنی فرض olunmuş bir واقعی hareket var. Millet Azerbaycan. Yani onu به نظر میرسد yazmasıydı. فعالان حرکت ملی آذربایجان در غرب آذربایجان سینه خود را در مقابل گروه‌های تروریست تمامیت خواه سپر کردند. burada şeyler در ویرجول در شرق آذربایجان نیز مقاومت سوری را آغاز کرد. ملت بزرگ آذربایجان، ملت بزرگ ترک آذربایجان آگاهانه و با اراده محکم از وجب به وجب به سرزمین‌های تاریخی خود از غرب تا شرق، از جنوب تا شمال دفاع کرده و در مقابل هر گونه دستاندازی استبدادی خواهند کرد. Her işte olur. Çünkü millet sözü hem cem olabilir hem
Cəm nəzərdə ala bilər, həm müfrəd nəzərdə ala bilər. Əziz dostlar, çox təşəkkür edirəm. Uzun oldu, elə 1 saatı keçdi. Sizə yaxşı il arzulayıram ki, o sonuncu dərslərdə görmək ümidi ilə sağ qalın.